Bizim bugünkü mövzumuz Avropanın relyefidir. Avropanın relyefindən danışarkən biz birinci bilməliyik ki, Avropa qitədir və gördüyümüz kimi Avrasiya materikinin qərb hissəsində yerləşir. Onu Asiyadan Ural dağları, Ural və ya Enbaçayı, Xəzər sahili ovalıq, Kumamanıç çökəkliyi, Azov dənizi, Kerç boğazı, Qara dəniz, Bosfor boğazı, Mərmərə dənizi, Dardanel boğazı, Egey dənizi ayırır. Avropa ilə Asiyanı ayıran şərti sərhəd budur. Ural dağları, Ural çayı, Xəzər dənizinin şimalı, Kumamanıç çökəkliyi, Azov dənizi, Kerç boğazı, Qara dəniz, Bosfor boğazı, Mərmərə dənizi, Dardanel boğazı, Egey dənizi. Avropanın sahilini göründüyü kimi şimaldan Şimal buzlu okean suları, qərbdən Atlantik və cənubdan Atlantik okean suları yuyur. Avropa Qrinviç meridianı ilə kəsişdiyinə görə həm qərb, həm şərq yarımkürəsində yerləşir. Bu hissəsi qərb, bu hissəsi şərq. Bütünlüklə də ekvatordan şimalda yerləşir. Ucqar nöqtələrinə gələk. Ucqar nöqtələri şimalda Norveçin ərazisində Nordkim burnu, cənubda İspaniyanın ərazisində Marokko burnu, qərbdə Portuqaliyanın ərazisində Roka burnu, şərqdə isə Ural dağlarının şimal şərqidir. Avropa region olaraq bölünür. Şimal Avropa, Orta Avropa, Cənubi Avropa və Şərq Avropa. Ən hündür nöqtəsi Qərb Avropanın Alp dağlarında Mont Blanc zirvəsidir, 4807 metrdir. Ən alçaq nöqtəsi isə Xəzər sahili ovalıqdır, -27 metrdir. Şimal Avropadan danışırıq, həmkarlar. Şimal Avropa Skandinaviya yarımadası və Skandinaviya dağlarını əhatə edəcək. Şimal Avropa buradan İslandiya adasını əhatə edəcək və Jutlandiya yarımadasının bu hissəsini əhatə edəcək. Şimal Avropaya bütünlüklə biz platforma sahəsi deyə bilmərik. Bəli, Skandinaviya dağları, istədim yağları deyimi, Skandinaviya dağları yaşına görə qədim dağlardır. Paleozoyda, Kaledon Hertzin qırışıqlığında yaranıbdır. Ən hündür zirvəsi Skandinaviyanın Qalxepikken zirvəsi 2469 metrdir. Skandinaviyada Norveç, İsveç kimi ölkələr yerləşir. Bunun geosinknal sahəsində isə İslandiya adası yerləşir və İslandiya adasında necə yaranıbdır? Avrasiya litosfer tavası ilə Şimali Amerika litosfer tavasının divergentində yaranan sualtı dağlardır ki, suyun səthinə çıxıb və burada İslandiya adası yaranıbdır. İslandiya adasında qalxanvari vulkanlardan Hekla, Eyjafjallajökull, Bardambunga vulkanları, Strokkur geyzeri yerləşir. Eyjafjallajökull vulkanının püskürməsi vaxtilə güclü püskürmə baş veribdir, Avropanı iflic vəziyyətə qoyubdur. Hətta İslandiya aviareysləri, Avropanın əksər ölkələr aviareysləri bağlamağa məcburiyyətində qoyubdur. Strokkur geyzeri də buradadır. Hər 6-10 dəqiqədən bir püskürür. Strokkur geyzeri İslandiyanın paytaxtı Reykjavik şəhərinin şərqində yerləşir. İslandiyada litosfer tavalarının hərəkətini müşahidə eləmək üçün Tingvellir Milli Parkı yaradılıbdır. Görürsünüz nə qədər məlumat var. Skandinaviya yarımadasında dedik ki, qədim Skandinaviya dağları yerləşir və Skandinaviya dağları nisbətən yarımadanın qərbinə meyillidir.
sahilini Şimal dənizinin suları yuyur, Skandinaviya dağlarının, Norveç dənizinin suları yuyur. Baltik dənizinin suları Skandinaviya dağlarının sahilini yumur. Sual verə bilərsiniz ki, müəllim, nəyə görə Şimali Avropa daha çox sahil xətti parçalanıbdır? Çünki Şimali Avropa 4-cü dövr buzlaşmasının təsirinə məruz qalıbdır, Kaynaca erasında baş vermiş. Ona görə də burada Skandinaviya dağlarının qərbində nələrə? Fiordlara, Norveçlərin sahillərində. Şərqində isə şixer tipli sahillərə rast gələcək. Ən məşhur fiord burada Sogne fiordu. Hansı ölkə? Norveç. Burada Sogne fiordu, ümumiyyətlə fiord sualtı qayalıqlar suyun səthinə çıxmamasıdır. Amma şixerdə sualtı qayalıqlar suyun səviyyəsinin qalxması ilə əlaqədar olaraq adaya çevrilirlər. Və burada 4-cü buzlaşmasının təsiri ilə əlaqədar morenlərə də rast gələcək. Ən məşhur moren məhz Finlandiyada Salpa-Uselskaya morenini stat çəkmək olar. Məncə Şimali Avropadan yetərlidir. Gələk Orta Avropaya. Orta Avropa göründüyü kimi Jutlandiya yarımadasının bir balaca hissəsindən başlayır. Almaniya Polşa ovalığı və Alp dağları daxil olmaqla bir hissəsi bu hissələri əhatə edir. Yəni, Orta Avropanın şimalında Almaniya Polşa ovalığı, cənubunda Alp dağları yerləşir. Orta Avropada vulkan yoxdur. Orta Avropada Almaniya Polşa ovalığı yerləşir şimal hissəsində və Şimal dənizinin sahilində quruda tektonik əyilmə baş verir. Və Şimal dənizinin suları buraları bastığına görə məcburdur burada Belçika, Niderland kimi ölkələr dəniz dayazlıqlarını qurutmaqla burada ölkənin ərazisində kəmiyyət irəliləyişinə bariz olsunlar. Məhz ona görə də Niderlandla Belçika kimi ölkələrdə dəniz dayazlıqlarını qurutmaq üçün polderlərdən istifadə olunur. Belə bir deyim var, həmkarlar. Deyir, Niderlandlıları Allah yaradıb, Niderlandı Niderlandlılar yaradıb. Bu deməkdir ki, Niderland ərazisinin böyük hissəsi polderlərin hesabına böyüyübdür. Aydın oldu. Gəldik. Skandinaviya yarımadasının sahilləri ildə 1 sm yuxarı qalxır. Şimal dənizinin sahilləri, bax, diqqət edin, Skandinaviya ildə 1 sm yuxarı qalxır. 1 sm. Şimal dənizinin sahilləri isə ildə 3 mm aşağı düşür. Onda belə çıxır ki, 1 santimetrimiz 10 mm-dir. Görürsünüz, 10 mm. Onda belə çıxır ki, bir ildə Şimal dənizi ilə Skandinaviya yarımadası bir-birindən nə qədər uzaqlaşır? 13 mm uzaqlaşacaq. Bunu yadda saxlayın. Orta Avropanın cənubunda Alp dağları, qövsvari formada Alp və Karpat dağları yerləşir. Burada Sudet dağları da var. Sudet dağları yaşına görə qədim dağlardır. Londonun ərazisində Grampion dağları da var. O heç. Alp dağları qövsvari formada uzanıb. Burada İsveçrənin, Avstriyanın, Fransanın, İtaliyanın ərazisinə düşür. Alp dağlarının ən hündür zirvəsi Mont Blanc zirvəsidir, 4807 metrdir. Yadda saxlayın. Alp dağlarında məşhur dağ turizmi inkişaf edibdir ki, bu turizmlə ən məşhuru burada Şermat kurortunun adını qeyd edə bilərik. İsveçrənin ərazisində. Burada dağın ən hündür nöqtəsi zirvə idi, şiş üzlü zirvə pik idi. Alp dağlarında bir dənə də pik var, adı Matterhorn piki. O da İsveçrədədir, Matterhorn piki. Yadda saxlayın. Alp dağları hansı ölkələrin ərazisinə düşdü? İsveçrə, Avstriya. Bu iki ölkə turizmə böyük bir turizm kompleksi yaradıblar. Səhv eləmirəmsə 40 milyard dollardan çox gəlir olur. İsveçrədir. Avstriya, üzr istəyirəm. Avstriya. Avstraliya yox, Avstriya. Sonra İtaliya, Liechtenstein, Sloveniya, bu kimi ölkələrin ərazisinə düşür.
Karpat dağlarının ən hündür zirvəsi Gerlachovskaya şist 2655 metr. Orta Avropadan yekunlaşdıq. Burada Britaniya adası var, burada İrlandiya adası var, burada La Manche tuneli var, La Manche Pas-de-Calais boğazları bunu ayırır da. Aydındır. Sonra burada Biskay körfəzi var. Burada Britaniya yarımadası, bu çıxıntı Cotentin yarımadası və s. Gəldik Cənubi Avropa, silək. Cənubi Avropa, bir dəqiqə. Cənubi Avropa, Piriney, Apenin, Balkan yarımadalarını əhatə edəcək. Burada Korska, Sardiniya, Siciliya, Krit və bu adaları əhatə edəcək. Burada bir də Balear adaları var. Cənubi Avropanın relyefi demək olar ki, tamamilə dağlıqdır və geosinknaldır. Alp-Himalay geosinknal qurşağı burada yerləşir. Belə ki, həmkarlar, burada məsələn, burada Piriney dağları var. Ən hündür zirvəsi Aneto zirvəsi 3404. Burada Əndəlüs dağları var. Meseta yaylası var. Burada Alp dağları var. Piriney, Apenin dağları var. Burada Balkan dağları var. Dinar dağları var. Bunlar hamısı cavan dağlardır, seysmik ərazidir. Burada Poçaya axır, bu hissədə Poçay. Poçay burada Adriatik dənizinin sahilində Padan ovalığını, geosinknalda yerləşən akkumulyativ düzənlikdir də, bayaq qeyd etdiyimiz kimi Padan ovalığını yaradır. Aydın oldu. Buradan sonra sizə vulkanların deyəcəm. Baxın, Apenin yarımadasında Vezuvi vulkanı yerləşir. Vezuvi vulkanı. Siciliya adasında Etna vulkanı yerləşir. Burada Stromboli adası var, orada da Stromboli vulkanı yerləşir. Yadda saxlayın. Stromboli adasında da Stromboli vulkanı yerləşir. Şimali Avropadakı vulkanlarla Cənubi Avropadakı vulkanların fərqli cəhəti. Bunlar qalxanvari vulkanlardır. Bunlar isə stratovulkanlardır. Bunlar okean tipli yer qabığındadır. Bunlar isə materik tipli yer qabığındadır. Bunlarda qranit yoxdur. Bunlarda qranit var. Aydın oldu. Bunlar sıyıq lava püskürürlər, yəni Şimali Avropadakılar. Bunlar qatı lava püskürürlər. Bunlara bəzən havay tipli vulkanlarda deyilir. Hündürlüklər az olur, meyilliliklər az olur. Bunların hündürlükləri çox olur, meyillilikləri çox olur. Tipik nümunə. Heklanın 1491'də, amma burada Etna 3323'də. Daha sonra burada bir sıra coğrafi terminlər var. Məsələn, İspaniya turizmə görə, çimərlik turizminə görə burada Menarko çimərliyini qeyd etmiyorlar. Sloveniyada Postoy mağarasını qeyd etmiyorlar. Yeraltı suların fəaliyyətindən yaranır. Aydın oldu. Gəldik, bunları dedik. Burada nə qaldı yadımdan çıxan heç bir şey. Gəldik Şərqi Avropa. Şərqi Avropa regionu qərbdə Karpat dağlarından başlayır. Ən hündür zirvəsi Gerlachovskaya şist 2655. Şərqdə Ural dağlarına qədər davam edir. Uralın ən hündür zirvəsi Narodnaya 1895. Şərqi Avropa düzənliyində məşhur şəhərlərdən rəngi bir dənə dəyişək, bəlkə diqqətimi çəkmədi. Aha. Baxın, Şərqi Avropa düzənliyində Moskva. Mən bağışlayın, mən bir dənə xəritəni görürəm. Aha, bildim müəllimə. Bildim də, dedim bayaq. Moskva, Kiyev, Sankt-Peterburg, Moskva, Kiyev, Sankt-Peterburg şəhərləri Şərqi Avropa düzənliyində yerləşir. Şərqi Avropa düzənliyində bax hansı belə deyək yüksəkliklər var. Şərqi Avropa düzənliyində Orta Rusiya, Volqa boyu, Valday yüksəkliklərdə. Sonra Stavropol, Dnepr boyu. Dnepr boyu yüksəkliklərdə. Demək, Şərqi Avropa düzənliyində Orta Rusiya, Volqa boyu, Valday, Stavropol, Dnepr boyu yüksəkliklər yerləşir. Yadda saxlayın.
Şərq Avropa düzənliyinin qərbində bu hissələrdə Baltik-Ukrayna qalxanları yerləşəcək. Bax, hardasa bu hissələrdə Baltik-Ukrayna qalxanları yerləşəcək. Şərq Avropa düzənliyi region olaraq mülayimin kontinentalında yerləşəcək. Şərq Avropa düzənliyinin cənubunda Krım və Qafqaz dağları yerləşəcək. Qafqazın da ən hündür zirvəsi Elbrus. Bir var Elburz. Bu İrandadır. Bir də var Elbrus. Bu Qafqazdadır. Ən hündür zirvəsi 5642. Aydındır. Elbrus səhv eləmirəmsə 5610 olmalıdır. Yəni Qafqazın ən hündür zirvəsi Elbrus zirvəsidir, 5642 metrdir. Bu qədər. Təşəkkür.